özünə məxsus sual bankı var. Buna görə də hər bir şirkət özünə məxsus sual bankı yaratmalıdır. Yeni sual yarat düyməsinə klikləyirik və buradan suallarımızın növlərinə görə təyin edib onların cavablarını əlavə eləyə bilərik. Əgər siz buna vaxt itirmək istəmirsinizsə, burada da süni intellekt bizim köməyimizə çatır. Buradan biz istəyirik ki, məntiqi suallar versin. Məntiqi suallar hazırla, say 5 olsun, tək seçim olsun, çətinlik dərəcəsi orta, kateqoriyanı özünüz də seçə bilərsiniz. Hazırla düyməsinə basırıq və bu bizim üçün suallar hazırlayır. Sualların hazırlanması bizim imtahanımız olması demək deyil. Biz sual bankımızdan istifadə edərək də eyni zamanda imtahan bölməsi yaratmalıyıq. Sual bankı necə yaradılır bu demək videomuzda qeyd olunur. Digər videomuzda isə imtahan necə yaradılır qeyd olunacaq. Burada artıq bütün məlumatlar əlavə olunub, standart ballar qeyd olunub və burada biz yadda saxla düyməsinə klikləyirik. Həmən sual bankları sistemə əlavə olunur.